Böyük qarilərdən biri yuxuda görürlər. Deyirlər ki, Allah Subhanahu taala sənə nə verdi? Deyir ki, mənim günahlarımı bağışladı. O insanlara Quran öyrətirdi. Daim insanlara bütün günləri Quran öyrətən idi, qari idi. Sadəcə deyir ki, səbəb o idi ki, cümə günü mən sadəcə evimdə oturardım. Sadəcə yaşlı kişilər gələndə onlara sadəcə Fatihə surəsini öyrədərdim. Deyir, Fatihə surəsini insanlara öyrətməyimə görə mənim günahlarım bağışlandı. Ona görə də Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, yəni heç bir yaxşı işi az görmə. Nə olur olsun xeyir işlərdən onu az görmə. Yəni ola bilsin ki, balaca bir şey olsun, az bir şey olsun, asan bir şey olsun, onunla sənin günahların bağışlansın. Necə ki, Allahdan salamatçılıq istəyirik. O zinakar qadın var idi. O bir itə su verdiyinə görə cənnəti qazandı. Eləcə də onun əksi insanlara şəkillər paylaşmaq, zinakarları paylaşmaq və s. kimi belə günah işləri etmək Allah qatında böyük bir pis əməldir. Paylaşdığın bir şeylərə görə Allahdan qorx.